Konuşma galiba. Size de kanınıza benim. Kulağımı öldürmek istedim. Ne bak? Vallahi görürüm. Farklı seçilmiş kaç katına. Şampiyonları 5 bin dolarla alırsanlar. 2025-ci il iyulun 1-də Maştaq qəsəbəsi İlqar Zeynalov küçəsi 68 ünvanında yaşayan 75 yaşlı Jalə Əskərxanovanın üzərində zorakılıq əlamətləri olan meyidinin aşkar edilməsi barədə 14-cü polis şöbəsindən Sabunçu rayon prokurorluğuna məlumat verilib. Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində 4 gündən sonra şübhəli şəxs qismində Süleyman Cəbiyev saxlanılıb. Məlum olub ki, o qanunsuz evə daxil olaraq fiziki cəhətdən müqavimət göstərmə iqtidarında olmayan yaşlı qadını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib və çantasından 450 manat pulu ələ keçirib. 2025-ci il iyulun 1-də 112 qaynaq xəttinə daxil olan məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xidmətinin xilasediciləri çağırış üzrə Maştaq qəsəbəsi Alballıq yaşayış masivi İlqar Zeynalov küçəsi 68 ünvanına cəlb olunublar. Fərdi evin pəncərəsinin qəfəsli hissəsi kəsiləndən sonra əməkdaşlar içəri daxil olublar. 2 otağın qapısı bağlı vəziyyətdə olduğundan xilasedicilər şüşələri sındırıblar. İkinci otağın döşəməsində arxası üstə uzanıqlı vəziyyətdə 1950-ci il təvəllüdlü Jalə Əskərxanovanın meyidi aşkar edilib. Asla. Ha, yavaş yavaş. Burada da yok. Yoktu. Yoktu. O birisindədir bəlkə. Bəli, xilas etmə. Ha. Şükür Allah'a. Ay. Ne geçmişim? Ayda təcrübə. Koyma, açıya koyma. Baxış keçirməsi protokolundan görünüb ki, meyidin baş nahiyəsinin yanında xalça üzərində qeyri-müəyyən formalı qana bənzər ləkələr aşkar edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Jalə Əskərxanovanın ölümünə boyun əzələlərinin və sağ yuxu arteriyasının zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirməsi səbəb olub. İyulun 5-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Süleyman Cəbiyev saxlanılıb. O, Sabunçu rayon məhkəməsinə 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177-ci oğurluq maddəsi ilə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. İstintaqla müəyyən edilib ki, iyunun 28-i saat 13:30-da Süleyman Cəbiyev hasardan tuğlanaraq Jalə Əskərxanovanın yaşadığı evin həyətyanı sahəsinə, oradan da açıq vəziyyətdə olan giriş qapısından evə daxil olub. Qonaq otağının qarşısında rastlaşdığı qadını boğazından tutub, yataq otağı istiqamətində geriyə itələyərək badalaq verib yerə yıxıb, yumruqla gicgah nahiyəsinə zərbə indirib. Niyyətini başa çatdırmaqdan ötürü mətbəx otağından götürdüyü məişət təyinatlı bıçaqla döşəmədə arxası üstə uzanmış, yaşı ilə əlaqədar ona müqavimət göstərmə iqtidarında olmayan Jalə Əskərxanovaya yaxınlaşıb, sol əli ilə boynundan tutub, onu nisbətən yuxarı dikəldib və müstəsna dərəcədə rəhimsizliklə sağ əlində saxladığı bıçaqla qadına 5 dəfə zərbə indirib. Sonra qonaq otağında divara bərk edilmiş paltar asılqanında olan qadın çantasından 450 manat məbləğində pul vəsaitini ələ keçirib. Bu hərəkəti ilə Süleyman Cəbiyev zərər çəkmişi quldurluqla əlaqədar qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Süleyman Cəbiyev bildirib ki, ata-anası ilə birlikdə Maştaq qəsəbəsində yaşayıb. Maddi vəziyyətləri yaxşı olmadığına görə 2020-ci ildə qonşuluqda yaşayan Elsəfər adlı şəxsin evindən oğurluq etdiyi üçün Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Lakin valideynləri onun oğurladığı qızılları və 600 manat pulu ev sahibinə qaytardıqları üçün zərər çəkmiş ondan şikayət etməyib. Rayon məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum olunub. 2025-ci ilin mart ayından iyun ayına qədər qəsəbədə yerləşən supermarketdə satıcı işləyib, bəzən əsəblərini sakitləşdirməkdən ötürü marixuana çəkib.
Jalə Əskərxanova və onun qardaşı Cəlal 68 nömrəli evdə yaşayıblar. Bir qonşu kimi görəndə onlarla salamlaşıb, böyük kimi hörmətlərini saxlayıb. 2025-ci ilin yanvar ayında Cəlal Əskərxanov vəfat edəndən sonra Jalə tək yaşayıb. Cəliyev Süleyman Mehdoğlu'nun ifadəsinin yerində yoxlanması istinaq hərəkətini həyata keçirirəm. Əskərxanova Jalə Həsən qızının qəsdən öldürülməsi ilə bağlı nə kimi məlumatınız var? Tanıyırdınız da siz həmin adamı? Bəli, qonşum idi. Neçə ildir tanıyırsınız? Neçə il var, hələ gələndən yəni tanış olmuş. Tanış deyəndə ki, bəli də salam əleyk oldu. Yəni gel-gəlim olmayıblar, salam əleyk. Qardaşı rəhmətində salam əleykim var idi. O da getdi rəhmətə. Sonra bacısı ilə yəni belə də uzaqdan uzağa qonşudur. Yəni bir məhəllədə qalır. Bəli, bir məhəllə qalır. Bəli, ona görə asfalt çəkilirdi məhəlləyə. Özü dükana gedirdim. Bunun qapısının arasını çəkməmişlər asfalt. Gördüm qapıdadır. Yəni asfalt çəkənlərlə deyir ki, bura asfalt çəkin falan. Gördüm necə bir mani vermirlər də çəkməsi. Yaxınlaşdım, hətta su da istədilər ondan vermirdiniz. Bunlar dedilər ki, sən bizə bir stəkan su vermirsənsə, biz necə eləyəyik bunu yəni? Heç Allahın bir stəkan suyunu ver. Dedim bunlara ki, imkan varsa zəhmət olsa tek qadındır bunu çəkin. Dedilər oldu yaxşı. Getdim dükana, qaydanda bunlar üçün su aldım, verdim. Qadın yenə qapıdaydı, həmin Cahil xan. Qapıdaydı. Qayıtdı, dedi ki, bir dəqiqə olar səni, yəni mən evə gedirdim, olar səni, niyə olmur ki, yəni məsafə saxlamışam qapısının arasında. Niyə olmur ki, qayıtdı, yəni nağıllar birdən, yəni mən onun belə deyək də, özünə qarşı və yaxud da bir belə üz hissəmi falan, nəslinə qarşı, yəni bir ifadə işlətməmişsiniz ki, mən o söz etsin. Sadəcə olaraq qayıtdı ki, şərəfsizsən, bir qeyriyyəsən, bəlkə yəni orada əməkdaşlar var idi, yol çəkən asfaltda, onlar da heç mənə tanımır, mən də onları tanımıram. Yəni bu sözü işlətdir. Əvvəllər ədavətiniz oldu. Xeyr, heç bir şey. Durduğun yerdə... Bəli, yəni o sözü mən yenə çatmadım ki, mənə niyə görə deyim bu sözü? Bu nə vaxt olub bu hadisə təxminən? Hansı ay idi? İyun ayı, keçən ay. Keçən ay. Bəli. Qayıtdım ki, niyə görə o sözü deyirsən mənə? Yəni mən sənə bir söz deməmişəm, mən də bunu deyirəm ki, niyə görə o sözü deyirsən mənə? 2-3 dəfə dedim onu mənə. Dedi, üzlü çördü, dedim mənə bax, yəni baxanda əlimə bəli bir yazıda görüşəcəm sənə. Yəni aydınlığını istəyəcəm. İyun ayı 28-i. 28 saat gün orta idi. Hardasa saat 2-nin yarısı 2-yə qalmış belə də 2 işləmiş, təxmini saat yadımda deyil. Yenə də dükana gedəndə bunların qapısından keçib gelirik də, yəni yolun arasında. Bir anlıq girdi beynimə, yəni girim bir dənə söhbət elimdən. Yəni gəldim qapısından keçəndə orada sökük yer var. Qonşu, arxa qonşu. Bəli, onun böyük tərəfində sökük yer var. Keçdim oradan, çıxdım azara tullandım o nəydi. Evə daxil olmuşdan qabaq, yəni gözlədim ki, görüm bu hardadır. Yəni hansı şəraitdədir, hansı evdədir, hansı otaqdadır. Gördüm kuxuna tərəfdən ses gəlir, yəni su sesi gəlir də, bildim kuxunadadır. Açdım sıx tərəfini ki, daxil oldum evə. Evə daxil oldum, qapımı bağladım, gözlədim bunun gəlmini. Bir dəqiqə gəlmir, gördüm gəlir. Yapışdırmışdım qapıya bunu, çəkdim, pandoşka verdim, yıxıldı. Yıxıldı küreyi üstə. Küreyi üstə yıxıldı, yenə sıxdım əlimdən. Yıxıldı yerə, yenə bu əlimdən, sağ əlimdən sıxdım bunu. Sıxdım ki, bir daha mən nəyə görə söyləyirsən məni? Yəni, məsələ bir açıqlama verdi, məsələ nədir? Öcə başladı, üzr istəyirəm, ana bacı əlimi dəyişdi. Bu əlimi dəyişdi, bu əlimdən tutdum, yumruq vurdum. Yumruqla. Bəli, əlimi dəyişmişdim, bu əlimdən sıxdım, belə xırt da dedi. Yəni, özdə qələdi belə ki, yəni, hələ bildim necə olduğunu getmək əyəm, o olsun. Getdim bıçağı, kuxunaya yaxınlaşdım, bıçağı götürdüm orada. Nə bıçaq idi? Uzun böyle bıçaq, çörək bıçağı da. Çörək, hətta. 4-5 dənə bıçağı idi, yəni onu götürdüm. Qara dəstəli bıçağı. Qara dəstək var. Bəli, tutdum boynundan vurdum bir dənə bıçağı. Bu cürlə tutdum, boynundan vurdum bıçağı. Bıçağı vuranda çəkdim çağrı otağa, spaynası var. Çağrı otağa çəkdim, istedim kesim başını, yəni buradan kesim başını. Attım bıçağı kesmədi. Bəli, kesti ya, yəni o cürlə kesmədi. Gördüm yoxdur, o da yox. Yəni o şey yenə çıxır. Birini vurmuşam, yenə deyir. Yəni sözünü deyir, çəkdim çağrı otağa, yəni attım bıçağı belə kesim, az kesdim. Çəkdi də belə. Çəkdi, 2 dənə də vurdum onda. Onda vurdum, bıraxdım başını. Bıraxdım başını, uzandı, əli getdi belə, uzandı, bir şey. Axtardınız ümumiyyətlə evdə? Evin heç əşyalara baxmışsınız? Xeyr, heç bir şeyini axtarmamışam, evimdə heç bir otağına girməmişəm, yəni necə bir axtarmaq. Sadəcə kuxunadan çıxanda sola baxdım, servant idi, belə servant fason bir şeydi, gördüm sunqasasıdır bu. Bu sunqanın ağzını açdım belə, gördüm pul var. Pulu götürdüm, 450 manat pul idi. Pulu götürdüm, qoydum cibimə, yaxınlaşdım. Ona necə yaxınlaşdım, otağa gəlin baxım, gördüm qan axıb gedib, ağzına qalıb açır.
Qapını bağladım, spaynan olsun, yəni açıq olsun. Qapını bağladım, sonra da otağın qapısını bağladım. Telefonunu götürdüm, evin qapısını çıxdım, evin qapısını bağladım zamokla. Telefona zəng gəlməmək üçün, yəni belə deyək də, öz işini itirmək üçün telefonu söndürmək istedim, sönmədi. Sönmədi, arxasını çıxartdım, batareykasını çıxartdım, atdım bayırdakı iPhone-u. Yəni baxdım ki, haradım, gördüm, gəldi, qapı açıldı, şey. Ümumiyyətlə o evdə olman neçə dəqiqə davam elədi bu hadisələr, bu proseslər? Hadisə bir 10 dəqiqə, 15 dəqiqə belə. 10-15 dəqiqə. Əvvəllər telefon danışığınız oldu? Heç. Yəni heç belə münasibətim olmuyor, rəis. Münasibətim olmuyor. Evdə də olmamışsan evdə? Xeyr, olmamış. Orada o evdə, burada ətrafda qonşulardan kimsə var idi? Heç kim olmuyor. Hansı tərəfdən düşdünüz o hərəkət? Bu da bax. Qarı hissə var, Bəli. tumba var, tumba. Kimsə var idi hərəkət? Evet. Heç kim yox idi. Bəli, oradan çıxdım hasarda. Bu tərəfdən. Bəli, 2 dəqiqəyəcən yanmışam burada. Yandım burada, yəni baxındım həyətdə bir olsa, yəni evdə televizyon səsi gəlir. Dəqiqə yarım burada yandım. Bu hissədə. Dəqiqə yarım bu qapı açıq idi. Bu qapı açıq idi. Bəli, bu qapı bağlı idi, bu qapı açıq idi. Keçdim içəri, açdım qapını, bu qapını. Bu gələndə nəsə bir alətiniz var idi? Heç. Yaxınlaşdım, üzbəüz yandı belə, dedim, qorxma, çəkinmə, mən sənə heç eləyən deyirəm, sadəcə o günləri ifadə işi, söyüş ifadəsi istədim, sadəcə onun aydınlığı vermək üçün gəlmişəm belə. Yəni, başqa bir niyyətim yoxdur, səni vurmağın, öldürməyin niyyətim yox. Söyüş söydü. Təzənə söz. Bəli, pis söyüş söydü, bəli, yapışdım boğazından belə, çatdım belə, harca bu burada dayanmışdı. Burada dayanmışdı, yapışdım boğazından. Boğazından yapışdım, balaca sıxdım da, sıxdım, dedim, nəyə görə söyüş söylürsən? Bir də mənə açıqlama ver, mən sən yəni ünvanla başqa bir söz deməmişəm. Yenə söyüş söydü, yapışdırdım bura divara. Sıxmışdım Bəli, divara sıxmışdım, keçirdim bura. Bəli, bura keçirdim. Bu vəziyyətdə, saxlamışdım bunu, bandaşqa verdim ona. Bandaşqa verdim, yıxıldı. Burada yıxıldı. Bəli, o tam burada yıxıldı, küləyi üstə yıxıldı. Var, yox, nəsə, söyüş söydü, əlimi dəyişdim, bu əlindən tutdum, bu əlindən vurdum üzündən. Üzündən deyəndə gizgah tərəfindən. Təxminini, bilməm, onda itirmişdim ötürü, sağ tərəfə düşdü, sol tərəfə, vurdum onu. Bir dəfə zərbə. Bəli, bir dəfə zərbə var yüzündən. Bu həmin vaxtı yerdədir. Bəli, o vəziyyətli yerdəydi, belə vurdum. Bu əlimdən sıxdım boğazını, sıxdım. Bir dənə trap var yüzümdən, trappa gəldim ki, geçsin də bu. Hıqq elədi, dedim, yəqin hulğumu düşər aşağıda. Gördüm, yox, şey deyir. Yəni, ölən zibil deyir, yenə söyüş söydü. Söyüş söydü, durdum, getdim mətbəxə. Çatdım bura, sitmanı açdım. Bu sitmə. Bəli, bu sitmanı açdım, bu bıçağı. Hansı bıçaq? Ha, bir dəqiqə göstərin. Hansı bıçaqdır? Bu bıçağı. Qoy ora bıçağı. Bu bıçaq. Bəli. Bu da burada hələ uzanıqlı idi, qalxırdı. Bəli, qalxmışdı balaca, Bəli. qalxmışdı belə. Gəldim, oturdum sallağı bu cümlə, üz-üzə belə. Dedim, ay xanım, ay anam, ay bacım, nəyə görə məni söymürsən də? Bir açıqlama ver də mənə. Yenə söyüş söydü. Söyüş söydü, fırlandım bu hissədən belə, bu oturaq vəziyyətdə. Tutdum belə əlimdən, vurdum bıçağına. Boynuna ayırdım. Bəli. Vurdum bıçağından bir dəfə. Bu otağa çəkdiniz? Bəli. Hə, göstərin kesin. Bəli. Gətdim bu otaqda uzatdım. Bəli, bu otaqda uzatdım. Bəli, uzatdım deyəndə gəldi belə bu vəziyyətdə. Burada vurdum belə, ola bilər sağdan da vurmuşam, soldan da, yəni vurdum. Vurdum bunu, buraxdım. Ümumilikdə neçə bıçaq zərbəsi vurmuşdunuz? Təxmini 3 dənə yadımdadır. Kesmişamdır. Necə, birini vurdum, çəkdim bura. Qalanlarını burada vurdunuz. Bəli, istədim kesin başını belə, yəni söyüş söydü, yenə söyüş. Təhqir edir də mən, istədim kesin boğazını. Attım bıçağı belə, kəsilmədi. Gördüm, yoxdur, o da 2 dənə vurdu. 2 dənə vurdu, təxmini yadımda deyil də, o üzün, o tərəfindən deyil, amma boyun ağrısından vurdum. Burada vurdum, çıxdım buradan. Gəldim, yaxınlaşdım bura, muvanika. Yaxınlaşdım muvanika, bıçağı yudum, əlimi yudum. Əliniz qanlıydı da? Bəli, əlimi qanlıydı. Bıçağı yudum, qanı yudum burada, bıçağı qoydum yerinə. Bıçağı qoydunuz bura? Bəli, bıçağı qoydum bura, avrat qayıtdım təzdən. Qayıtdım təzdən, bu sumka burada asılı idi. Bu sumkaydı? Bəli, sumkanı açdım, 450 manat var içində bu sumkanı. 450 manatı götürdüm, yaxınlaşdım bura.
yaxınlaşdım bura. Yaxınlaşdım bura, buraya uzanıb öyle gördüm, qapının üstündə açar var. Açarı bağladım. Açarı bağladım, keçdim bu otağa. Bu otağa keçəndə də telefonu buradaydı stolun üstündə, televizor da yanırdı. Bəli. Televizoru söndürdüm, telefonu götürdüm. Telefonunu götürdüm, çıxdım bayıra. Bayıra çıxdım, bu qapını bağladım. Evin qapısını, zamaq üstündə, açarı üstündə. Açarını bağladım, düşdüm aşağı. İşlər vəziyyətdəydi telefon. Yanıqlıydı, bəli, yanıqlıydı telefon. Söndürmək istəyirdim, söndürə bilmirdim. Arxasını çıxartdım ki, batareykanı çıxardım, ayaq nömrəni çıxardım. Qırdım telefonu. Qırdınız. Bəli, qırdım telefonu, baxdım sağa sola haradım, gördüm qapı. Bu qapı. Yaxınlaşdım qapıya, açdım bu qapını. Açdım bu qapını, keçdim bura. Keçdim bura, bu qapını açdım. Bu qapını açdım. Girdim içəri, bildim də ayağı oldu bura. Girdim içəri, telefonu atdım bura. Aratmışsınız. Untadın içinə. Untadınız içinə. Bəli, telefonu attım bura. Baxalım ona. Nədir telefon? Ben de telefonu nasıl götürürüm? Həmin telefonda? Bəli, bəli. Hə. Telefonu attım bura, ot parçası var idi, onu da bastım üstüne. Buradan da çıxdım, evin açarları da əlimdə. Gəldim böyle, yəni tələsiylə o şey. Selam. Bəli, Bu istiqamətdə. Bəli, bəli. Bu istiqamət. Neçə açar idi? 2 açar. 2 açar. Bəli. Bu istiqamətdə attım, gəldim buradan tullandım. Elə həmin gəldiyiniz yer. Bəli, bəli. Bu nərdivandan biraz qabaqda. Buradan tullandım, getdim. Bax indi nə idi məqsədiniz bu hadisəni belə törətməkdə? İndi bir siz ədavətiniz olmuyor. Əvvəllər mübahisəniz olmuyor. Bəli. Hadisəni törətməyə deyəndə ki, öldürmək də fikrim olmuyor bunu. Yəni o niyyətdə də olmamış. Mən bir insan da görürəm, adam öldürürəm. Sadəcə o söz yer eləmişdi mən. Bu birinci, yəni adam içində olsun, şərəfsiz bir qeyrət mənə deməyi o söz yer eləmişdi. Nə olsun ki, qadın. Deyib də, mən də kişi xeyranım. Toxudum mən. Sadəcə evinə girməyin məqsədi idi ki, soruşum mən ki, yəni nəyə görə deyibsən də bunu? Səbəbdir mənə açıqlama verdi mən. Vermədi. Hətta belə vermədiyi, açıqlama vermədi, söydü. Ondan sonra niyyətiniz yarandı. Bəli. Tək olmuşsunuz da? Bəli, bəli, tək olmuşum. Kimsə sizə kömək Xeyr, etsin? xeyr, tək olmuşum. Bu hadisə barədə məlumat vermişsiniz ki, məsələn, Xeyr, hadisədən heç sonra? kimə verməmişim, heç kim də bilmir. Peşmansınız əməlli? Bəli. Bəli, peşmanım. Bir neçə gündən sonra onu 14-cü şöbəyə çağırıblar. Əvvəl hadisədən xəbəri olmadığını bildirsə də, sonra törətdiyi cinayət əməlinə etiraf edib. Jalə Əskərxanovaya qarşı hər hansı seksual xarakterli hərəkətlər etməyib. Araşdırma zamanı məlum olub ki, Jalə Əskərxanova axırıncı dəfə iyunun 5-də bankomatdan özünə məxsus təqaüd kartı vasitəsilə 558 manat pul çıxarıb. Əvvəl məhkum olmuşsa, məhkumluğu ödənir. Məhkəmə iclasında Süleyman Gəbiyev çəkiliş aparılmasına etiraz etdiyini bildirib. Hadisəni danışmaq və həmin anı bir daha xatırlamaq istəmədiyini qeyd edib. Qadını öldürmək və evindən pul götürmək məqsədi olmayıb. Aydın oldu sizə. Mahiyyəti aydındır da nədən söhbət? Mahiyyətini soruşam, aydındır. Özünüzü təqsiri bilirsiniz, qismən. Əsəb olmuşam, afir vəziyyətini olmuşam. Bu asıl. Yəni o pul sövmürdü, orada heç bir şey, yəni pul götürməmişəm, heç bir şey olmadı. Pulda götürməmiş. Xeyr. Orada çəkilişdə var, orada mesela çəkiliş ediblər də, istintaqda orada çəkiliş ediblər, orada təzyiq altında olmuş. Nə təzyiq, təzyiqdə danışır? Təzyiq dövdülər. Niyə sizi söymüşdür Jaləskər? Bəli, ona görə getmişdim də. Bəli, Nə deyirlər, nə deyirlər? onları soruşlar soruşmuş. Məsələn, İslam xanım var, deyəmlər. nə olmuş canımızda? Heç olmamış. 75 yaşında qadının sənə işlətdiyi normal ifadə sənə nə qədər? Düzdür. Sən qeyb olasın. Buradakı gördüyüm ona görə adam öldürməz. Yəni olmuyor. Yox, nə üçün sənə öldürüb davam etsinlər? Nə qərəz var ki, sənə qarşı desinlər ki, o çantanın içində 450 manat var idi? Bunu da olmalıdır. Mən onu müstəndik, mən keçən məhkəmə... Özünə etiraf edirsən, müstəndiqə də etiraf edəmdir ki, mən bunu öldürmüşəm. Düzdür. Müstəndik orada çəkiliş zamanı, orada yəni təzyiq altında olub, bəlli göstərbəli ilə. Yəni çox böyük, pis dönmüşdüm. 122-11-i bilirdin, 180. Yəni ki,
Mən bir ilə iş bağlıdır. Narahat olma bir ilə bağlıdır. 121. Nə qədər oldu mübahisə aramızda? Bax, sənin evə girməyin, vurmağın çıxmağın. Mübahisəni davam eləməyi və s. Nə qədər oldu? 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə. Valla onu yaşamaq istəmirəm, yəni. Bilmirəm də. Hatırlamaq istəmirsən. Rəfiq, sən vurub öldürmüsən, özdə neçə tərəf bıçaqlanmışsın, yaşlı adamı. Öz ana atalı fikirləşirsən, amma kimisə fikirləşmirsən. Hər tərəfini fikirləşirsən, hər tərəfini fikirləşmirsən, sən görürsən, sən ana atan qədrini bilirsən. Amma o şəxsin yaşın, başın, indi hələ o suallar biləcək, nəsə. Videoda sən ifadən yerində yoxlanılır və orada ifadən yerində yoxlanılır protokolda da görünür ki, sən hər şeyi bütün detallarına qədər bilirsən. Orada da təhsil altında edirsən. Və sənin yanında kim oldu? Kimə gedirsən onunla? Varım. Həmin o. Tək gedir. Hə? Tək gedir. Hardan daxil oldun evə? Hasardır. Hə? Hasardır. Və sən münasibətləri aydınlaşdırmaq üçün deyirsən. Hasardan niyə daxil olsun? Qapını böyük ondan. Qapını özünün fikirləşdim, asmazdı qapını. Hə? Çünki fikirləşdim, qapını asmazdı. Niyə asmazdı? Asmazdı səhərin gedərsin. Və sonra nətər oldu? Siz çıxanda qapını bağlamışsınız, açıq qoysunuz ki? Bağlamamışım, nəsə bağlamamışım. Hə? Bağlamamışım. Qapını bağlamamışsan? Kim gəldi bağladın? Mən varanda bilməmişəm o. Sən qapını bağlatdırdığın adam kim idi? Necə? O qapını bağlayan adam kim idi? Necə qapını bağlayır? Tək olmuşam, mən heç kim olmayım. Sonradan qapı bağlanan baxır. Arvad ölü vəziyyətdə durub qapını bağlayır. Mən bağlamamışam. Götürmüsən telefon stolu? Necə, pul götürməmişəm, telefon stolunun üstündə olur. Telefon saldı, məndən stolunun üstündə olur. Götürmüşsən? Götürməmişəm. Heç istəməmişəm. Cəbir, əməlindən peşmansan. Qismən peşmansan. Peşmançılığın qismən necə olur? Yəni Yəni öldürmək istəmirsən, qismən öldürmək Xeyr, istəmirsən. öldürmək istəməmişəm. Öldürmək niyyətim olsa ən azından üstündə nəsə olardı. Nəsə, öldürmək niyyətinə getsəydim, üstündə nəsə bir aparardım ki, dedim onu öldürürüm. Bu xanımla sənin münasibətin olub ya yox? Ümumiyyətlə. Heç bir münasibət. Yəni belə köməkli eləyəsən, yaşlı adamla tutmaq, belə şeylər olub. Bu xanımın şahında çox sayılı qonşuların ifadələri var. Yəni ifadələri çox dərin girməmək şərtindən. Hamı bir səslə deyir ki, xanım çox sakit və mədəni qadındır. Yaşlı adamın, yaxşı da yaşlı adamdır, o təhqir elədi, sən də təhqir elədin, çıxdın getdin. Durmaq nədir, yıxmaq nədir, çağlamaq nədir? Bir, ikincisi sonra sən deyəsən ki, mən zor tədbir ediblər. Bu iş baxılır prokurorluqdur, heç bir əməliyyatdan söhbət gedir. Əməliyyat zamanı. Əməliyyat zamanı sən qaçırdın, gəldilər, götürdülər, tutdular, getdilər də. Zərərçəkmiş şəxsin hüquqi varisi Nicat Əskərxanov ifadəsində göstərib ki, atası Cəlal Əskərxanov və anası Tatyana onlar elə uşaq olanda boşanıblar. Bundan sonra atası bacısı Jale ilə birlikdə yaşamağa başlayıb. BBC fəlsəfə ixtisası üzrə müəllimə işləyib. Yaşı ilə əlaqədar təqaüdə çıxıb. Xasiyyətcə mülayim, sakit, heç kimlə işi olmayan insan olub. Axırıncı dəfə onunla iyunun 26-sında telefonla danışıb. Gün ərzində bir neçə dəfə zəng elədim, həm mobil telefona, həm şəhər nömrəsinə. Təəssüf ki, heç kim açmadı telefon nömrəsini. 17:30-da işim bitirdi, 17:00-da işim bitirdi, 17:40-da hardasa bacım gəldi. Bəlkə belə bir 7-yə işləmiş 15 dəqiqə artıq oradaydıq. Gəldik, yenə qapını döydük, heç kim açmadı. Sonra telefonu da zəng elədik. Mobilin telefon əlbəttə ki, sönük idi. Amma şəhər nömrəsinə zəng gəlirdi. Zəng gəldi, fikirləşdim ki, yəqin bir qonşu bəlkə bilər. Biz bəzi orada qonşu var idi. Onun yanına yaxınlaşdım, qapını döydüm, soruşdum ki, bəs bir-birini nə vaxt görmürsünüz? Dedi ki, ya ayın 26-sı, ya ayın 28-i görmüşəm. Orada özbəyiz qonşu var bizdə. Qalxdıq, tullandı, içərdən açdı qapını, biz də daxil olduq. Daxil olanda da pləkəni götürdük. Əvvəl baxdıq, yoxladıq qapılarını, gördük ki, qapılar bağlıdır. İki tərəfdən baxdıq da.
Biri girən kimi sol tərəfdən, biri də ki, iki qapının arasında olan pəncərədən. Oradan da baxdıq, heç kim səsə cavab vermədi, heç nə görsənmədi. Gördük ki, iki dənə qapı bağlıdır. Əvvəl fikirləşdik ki, özümüz daxil olaq, nə bilim, kəsək, çünki qonşuda vaqonda var. Ondan sonra zəng elədi 112-yə, izah elədi situasiyanı. Dedilər ki, yaxşı oldu ki, siz gözləyin. Əgər belə bir fikirləşirsiniz ki, adam içəridə ola bilər, yəni ki, heç kim qapını açmırsa, yaxşı olardı ki, biz özümüz gələk. Dedim ki, okey, problem yoxdur. Deyir ki, biz polisi də çağıracaq, təcil tibbi yardım, Fövqəladə Hallar Nazirliyində əməkdaşlar. Dedim, okey, problem yoxdur, çağırın. Gələn kimi ortada bir dənə dəmir setka var. Yəni belə də dəmir setka. Onu kəsdilər, daxil oldular əməkdaş. Əməkdaş daxil oldu, içəridən qapını açdı, biz də polislərlə daxil olduq. Orada kamera görüntüləri də var. Bibimin yataq otağı sağ tərəfdə idi. Soruşdular ki, qapının ikisi bağlıdır. Dedim ki, yəni sağ tərəfə. Çünki bibimin otağı oldu. Fikirləşdim ki, yəqin bəlkə orada. Pəncərəni sındırdılar, qapını açdılar, biz daxil olduq. Gördük ki, heç kim yoxdur. Belə sakit vəziyyətdir. Belə də, yəni mən də çıxdım, bacıma dedim ki, bəs o məhəllədə gözləyir. Dedim ki, narahat olma, yəqin bibi harasa gəzin, nə bilim, çıxıb gəzmək. Sonra dedim ki, yaxşı, o birisini də açın. Onlar da başladılar açmaya, elə açan kimi qapını açdılar, bir dənə iyi gəldi. Mən də onların arxasındaydım. Əvvəl görmədim, əvvəl sevindim elə, heç kim görmədim yatağın üstündə. Sonra da gördüm ki, cəmaat aralananda yerdə meyit var. Yəni... Aynen. Birbirinizin bu şəxslə aralarında bir ədavət, düşmənçiliyi olması barədə əvvəlcə də Mən o şəxsi heç tanımıram, sözünü açıq və bilmirəm nə olub aralarında. Şikayətçisiz? Şikayətçisiz təqsirlənəcək? Bir-birini öldürüb. Yəni, hər yoxsa yox? Geldim öyle kapını açtım gördüm öyle kadın taraftan geldi. Öldürülen kadın. Geldi. Bura baxın, ay bize baxın. Sonra dedi bir nefer yolda qalır. Ve Zapravka'ya gitmeli. Yol pulusu yoktu. Ben bu kaç lokumda 5 manat pulu vardı. Çıkarttım ona 5 manat pul verdim. Üstünden öyle biraz geçmişti. Tam hızdan döne özür istiyorum. Qayıtdım, mənə dedi ki, ver deyir özü arvadın yanına da, mənə dedi. Dedim, utanmırsan, ayrı deyirsən, sonra mənim aram yerim dedi. O arvadı deyil. Mənə yaraşmayan işdə. Dedim, ayrı olsun sən. Yadıma gəlir də, gecə idi. İşdən sən çıxıb gəlmişsin elə. Danış. Nəysə, hələ mən pulu verəndə ona, şübhəli qaldım. Dedim, çalış xeyrə xərcdə, ziyana xərcləmə. Sizə şübhəli gəlmədi ki, bu durduq yerdə niyə Jale Əsgərxanova ilə maraqlanır? Yox, o barədə o şey. Necə oldu ki, söhbət gəldi, çatdı Jale Əsgərxanova? Elə özü danışdı. Özü açdı o söhbəti. Nə konkret maraqlandı sizdə? Dedim, bəs özü ver o qadının yanına. Dedim, bəs utanmırsan, ayrı deyirsən. O soruşdu ki, sizdən o kimlə yaşamır, yoxsa durduq yerdə oturdu işte? Yox. O bilirdi ki, o qadın tək yaşayır yoxsa? Tək yaşayır, bəli. Qardaşı ondan qabaq rəhmət edilmiş, yanında. Siz bu barədə ona məlumat verdiniz? Yox, özü bilirdi. Meyti gördünüz götürüləndə evdən? Meyti gördüm. Xəsarətlər hansı hissəsində idi? Belə elə də fikir vermədi. Belə şok vəziyyətə düşdü. Tez-tez gedirdiniz, qapıda həyətdə iş görməyə. Yox, özü çağırırdı. İş olandan babam. Hansı işləri görürdünüz? Bağbançılıq işi. Olurdu mu ki, nəsə görəsin, əsəbləşsin, deyinsin, nəsə bir nalayiq istifadə etsin? Xanım özü ümumiyyətlə necə bir insan idi? Yaxşı insan. Var sual mı? Yox. Prokuror təqsirləndirilən şəxsə 20 icazat təyin edilməsini istəyib. Məhkəmə hesab edib ki, zərərçəkmişi öldürmək niyyətinin olmaması barədə Süleyman Gəbiyevin ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cəbiyev Süleyman Mehdoğlu'na təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu da Məhkəmə qənaətə gəlib ki, Cəbiyevin Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.9-cu köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə, 120.2.11-ci quldurluqla əlaqədar qəsdən adam öldürmə və 181.3.3-cü quldurluq zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilib. Odur ki, ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2025-ci il noyabrın 7-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkmə ilə Süleyman Cəbiyev 19 il müddətinə azadlıqdan məhrum olunub.